Həqiqət deyəndə nəyi biz nəzərdə tuturuq? Bu çox böyük bir mövzudur. Hətta Kumeyl İbn Ziyad İmam Əli əleyhissalamdan soruşur ki, məl həqiqə, həqiqət nədir? İmam Əli əleyhissalam buyurur ki, ma ləkə minəl həqiqə. Yəni, niyə soruşursan bunu? Nəyə lazımdır bu? Yəni, bunu izah eləyəndə alimlər deyirlər ki, yəni, sən kimsən axı həqiqətdən soruşursan? Yəni, sən hansı mərhələyə çatmısan ki, həqiqəti soruşursan? Kumeyl İbn Ziyad deyəndə ki, bəs mən bəs sənin sirlərinin sahibi deyiləm, sən mənə həmişə sir danışırsan. İndi də bunu, çünki başa düşdü ki, bunu elə belə deyil. Kumeyl İbn Ziyad bilirsiniz ki, arifdir. Hətta irfanda bəhs eləyəndə Kumeyl İbn Ziyadın bəhsi var orada. Təkcə adi səhabə kimi yox. Hətta irfanda xüsusi deməli yol, Kumeyl yolu var. Kumeyl İbn Ziyad yolu var. Həsən Bəsri yolu var. Bunlar İmam Əleyhisselam səhabələrdir. Yəni, bunlar bəzən deyəndə irfan elə bilər ki, biz İslamdan xaric nədənsə danışırıq. Bu elə İslamın içindədir. İmam Əleyhisselam və yaxud Peyğəmbərimizin Salman Farisi arif idi. Arif sözün əsl mənasında. Bir mənəli kəlmə, o ərəblərdir. Sözün əsl mənasında arif idi. Mərifət sahibi idi. Məlumat yox. Mərifət sahibidir. Ona görə də Kumeyl İbn Ziyad elə belə demədi ki, mən sənin sirlərinin sahibi deyiləm, yəni sirlərimi mənə danışmırsan. Başa düşdü ki, İmam Əli əleyhissalam həqiqətdən danışanda deyir ki, o sirdir. O sirdir. Yəni, məxfi bir şeydir. Açılsa sənə də zərər olacaq, mənə də. Yəni, mənə ona görə ki, mən sənə açdım bunu. Səbəb oldum ki, sənə zərər olsun. Kumeyl İbn Ziyad da orada cavabında maraqlı söz deyir. Deyir ki, axı sənə yaraşmaz axı, sənə sual verəni əli boş göndərəsən. Sənə də bu yaraşır. Yəni, istəyir İmam Əlidən o cavabı alsın. Sənə də bu yaraşır ki, sənə sual verənə cavab verəsən. Düzdür, mənim ola bilsin qabiliyyət. Görürsünüz, hara aparır. Əxlaqa baxın. Yəni, mən o məqama çatmışam ki, deyə bilərsən, demir. Tavazukarlıq eləyir, əxlaq budur. Bu yolla çatmaq olar Allaha, tavazu ilə. Mən bu qədər oxumuşam, bu qədər elmim var, bu qədər, yox. Sən layiqdir ki, səndən soruşana cavab verəsən. Ola bilsin, mənim ləyaqətim ola bilsin, ləyaqətim yoxdur. Amma sən əzəmətli kişisən, sən kərimsən. Sonra İmam Əli əleyhissalam bundan sonra artıq başlayır izah eləməyə. Buyurur ki, kəşf-i subuhat min qeyri işarətin. Kəşf-i subuhat-ül cəlal min qeyri işarətin. Allahı, cəlal Allahı deməli, hicabsız, işarəsiz, sözsüz dərk eləməkdir. Yəni, həqiqət kəşfdən danışır. Həqiqətini qəlbən dərk eləməkdir həqiqət.